Əgər maaşın artıbsa, götürək ki 1000 manat alırsan, 200 manat maaşın artıbsa və ya 300 manat maaşın artıbsa, əgər sən pulunu doğru idarə eləmirdinsə, inanın ki, həyatınızda böyük bir fərq hiss eləməyəcəksiniz. Niyə görə? Çünki sən götürək ki, bir misal üzərindən deyim, 1000 manat maaş alırdın, ayda 2 dəfə restorana gedirdin, özünə tutaq ki 50 manatlıq geyim alırdın, yığım investisiya ilə məşğul olmurdun. İndi 200 manat artıqda sən nə edirsən? Əvvəl 2 dəfə restorana gedirdin, 4 dəfə gedəsən. Əvvəl tutaq ki, marketdən alış-veriş edəndə cibindəki pul nəzərə alırdın ki, məsələn 100 manat var, 100 manatlıq alış-veriş edirdin. İndi cibində 200 manat var, deyəsən ki, 200 manatı tamamilə boşaltmalıyam marketdə. O pulu xərcləməliyəm. Və sənin etməli olduğun, amma etmədiyin nələr var? Sən pulunu investisiyaya, yığıma, səhm və kriptoya götürək ki, bacarırsansa, nə bilim, biznesə yönəltmirsən. İndi sual verə bilərsiniz, 200 manatla nə biznes? Və bir çox halda insanlar mənə deyirlər ki, bizə öyrət ki, bizə deyir ki, biz necə pul qazana bilərik? Bu sualın cavabı, dostlar, sizin özünüzdədir. Siz özünüzə güzgüdə sual verin ki, mən nəyi yaxşı bacarıram? Yaxşı şəkilmi çəkə bilirəm, yaxşı nə bilim məzmununu yaza bilirəm, yaxşı videomu çəkə bilirəm. Əgər bu sualın cavabını özünüz verə bilmirsinizsə, nə mən, nə də başqa bir şəxs sizə bu sualın cavabını heç vaxt verə bilməz və versə belə yalan ola bilər. Sənin artan pulunu əgər özünə inkişaf etdirməyə, bildiyin sahəyə pul yatırmağa sərf eləyərsənsə, o zaman sən həqiqətən də bu puldan faydalı formada istifadə edə bilərsən. Və baxmalısan ki, sən nəyi yaxşı bacarırsan və hansı sahədə özünə yaxşı pul yatırsan, o sahədən yaxşı pul da qazana bilərsən. Buna özün baxmalısan, özün müəyyənləşdirməlisən. Buna görə əgər və pulunu da doğru idarə eləmirsənsə, maaşının artmağı sən həyatında heç nəyi dəyişdirməyəcək. Sadəcə olaraq bir qarnına gələn yemək sayı biraz çoxalacaq və aldığın geyimlərin qiyməti əvvəl 50 manat idi, indi 60-70 manat olacaq və başqa həyatında heç bir şey dəyişməyəcək.